فسبح بحمد ربك وكن من الساجدين واعبد ربك حتى يأتيك اليقين. Allah Subhanahu ki Allah istədiyinə hidayət verər. Bəli. Orada Allah istədiyinə, yoxsa insan Şək yoxdur. Allah istədiyinə hidayət verir. Bəzən cahillər deyir ki, misal üçün, Allah istəsəydi mən də hidayət olmalıydım. Yəni o ayəni götürürlər. Yəni Allah deyir ki, Allah istədiyinə. Yəni yox, biz artıq o bizə ayrı da gəlir. Allah Subhanahu deyir ki, biz siz özünüzü islah etməyəncə biz sizi islah etməliyik. Yəni bununla qarışdırılmalı məsələ. yox, o məsələ o şey qədər məsələsidir. O biz başqa mövzuya getdik. Şək yoxdur ki, insana hidayət verən Allahdır. Bunda şək yoxdur. Bu o mənaya gəlmir ki, insan hidayəti üçün çalışmalı deyil və ya qiyamət günü deyəcək ki, ey Rəbbim, sən mənim üçün hidayət istəmədin. Bu qədər mövzusudur. Aydındır, bu qədər mövzusudur. Yəni biz o şey başqa mövzuya giririk. Bu barədə dərslər var. İstəmək qədərə gedir, bu qədər mövzusudur və Allahın istəyi iki növdür. Var şəri istəyi, var qovni istəyi. Misal cahil deyəndə ki, Allah istəmədi mən gəldim. Nə cavab verir qardaş? Nə deyir? Allah Subhanahu taala o ayəni deyir də, yəni o ayəni deyir ki, biz belə deyil. Yəni istəsəydi. Bu qədər mövzusudur. Ümumiyyətlə bu ümumiyyətlə o ayə qədər mövzusudur, yoxsa necə? Bəli. O qədər mövzusuna girir. Elə qədər mövzusunda o məsələlər müzakirə olunur. Bu qədər mövzusu, yəni biraz geniş mövzudur. Cahil içində qədər mövzusu Allah Subhanahu Quranda deyir də, biz istəsəydik sizi eləyib, hamını idah edir, yəni hamı ibadət edərdi də, belə ayə də var da. Qardaş, şimdi beyninizi asılır. Yox, mövzu uzun mövzudur. Yəni qısa mən belə deyim də. Bu birincisi müşriklərin sözü olub. Allah Subhanahu taala Quran-ı Kərimdə neçə ayədə müşriklərdən xəbər verəndə müşriklər belə deyirdilər ki, əgər Allah istəsəydi, biz və ata-babalarımız doğru yolda olardılar. Aydındır. Bu birincisi Allahın Quran-ı Kərimdə xəbər verdiyi kimi müşriklərin əlamətidir. Müşriklərin əlamətidir. O necə ki, Ömər ibn Xattabın zamanında o biri oğurluq edəndə artıq oğurluğu da isbat olunandan sonra indi əli kəsilməlidir. Ömər ibn Xattaba deyir ki, mənim bu əlim Allahın istəyi ilə oğurluq elədi. Yəni bu günahını elə bil ki, Allah Subhanahu wa Ta'ala'nın üzərinə atır ki, yəni hər şey Allahın istəyinə olur. Mənim bu əlim də Allahın istəyi ilə oğurluq elədi. Və Ömər ibn Xattab da deyir ki, mənim dilim də Allahın istəyi ilə sənə hökm verdi ki, onun əlini kəsin. Yəni heç nə Allah Subhanahu wa Ta'ala, yəni qeyb elə məsələdir ki, qeyb, bu qeybi məsələ belə bir məsələdir ki, birincisi bu qeybdir. Bu qeybdir. Sən qeybi məsələdə nə vaxt deyə bilərsən ki, Allah bunu belə istəyirdi. O hadisə olandan sonra. Məsələn, bir hadisə oldu. Tutaq ki, biz bilirdik ki, burada yığışısı yox, bu məclis baş tutacaq, bilmirdik. Amma biz indi bilirik ki, indi biz deyirik ki, əlhamdülillah, deməli, bugün bizim burada yığışmağımız bizim qədərimizdə var idi. Olandan sonra, yəni əməl olandan sonra biz bunu deyirik. Amma əməl olmayandan sonra bu qeybdir. Nə qədər, bu mənası yoxdur, yəni qeyb sənlik deyil axı. Aydındır. Bu bir, yəni məsələnin birinci tərəfi bu qeybi məsələdir. Qeybi məsələlər barəsində müzakirələr, fikir, zat, sən bilmirsən, bu belə deyə belə olacaq, bunu bilmirsən, bu bir. İkincisi də ki, əslində qeyb, necə ki, əsərdə gəlib, Allahın sirridir. Yəni, Allaha xasdır və aləmdə olan hər şey Allahın istəyinə olur. Yəni, məsələn, o adam deyirsə ki, mən tutaq ki, bu demək istəyir ki, mən Allah istədi deyənə mən zəlalətdəyəm, belə demək istəyir. Həmin adama sual... Allah
istəsəydi mən hidayətdə olardım. Bəli. Aydın məsələ zəlalət. Bəli. Yəni Allah istədi mən zəlalətdəyəm. Həmin adama sual verilir. Deyilir ki, Allah subhanahu və taala sənin namaz qılmağı, oruç tutmağı, əmirləri yerinə yetirib, haramlardan çəkinməyi istəyir ya istəmir? Sual. Əlbəttə ki, iki dənə yerini deyib Quran. Bax, Allahın istəyi iki növdür. Bir var kovni istək, bir var şəri istək. Kovni istək qədərə girir. Yəni Allah istədi, mütləq olmalıdır. Düzdürmü? Və kovni istək, yəni o hansı ki qeybə aid məsələləri biz bilmirik. Biz bilmirik axı Allah Subhanahu taala nə istəyir və sabah nə olacaq? Kovni. Amma şəri istəyi bilirik. Bu nədir? Allah Subhanahu taala bizim tövbə eləməyimizi, namaz qılıb oruç tutmağımızı, haramlardan çəkinməyimizi istəyir, ya istəmir? İstəyir. Bu şəri istəyidir. Biz bunu bilirik, bilirik. Hələ biz bilmədiyimiz barədə danışırıq, onu qoy qırağa. Bildiyimizdən gəl danışaq. Sən nə üçün Allahın istədiyinə icabət eləmirsən? Yəni, qiyamət günü hansı bəhanə ilə Allahın qabağına çıxacaqsan? Dedik ki, Allahın istəyi iki növdür. Kovni, hansı ki qeybə aid olan, bir də şəri, nəqd bizim bildiyimiz. Sən danışırsan bilmədiyin şeydən. Ələm, axırın nə olacaq, sonun nə olacaq. Amma sən danışmırsan nəqd bildiyindən. Hansı ki o da Allahın şəri istəyidir. Allah Subhanahu taala istəyir ki, sən əmrləri yerinə yetirəsən. Allah Subhanahu taala istəyir ki, sən haramlardan çəkinəsən. Allahın bu istədiyinə niyə icabət etmirsən? Aydındır? Məsələ budur. Yəni, hüccəti yoxdur. Yəni, özü istəməlidir, Hə? Özü istəməlidir. Yəni, can atmalıdır belə. Şək yoxdur ki, Allah Subhanahu taala hər bir insana iradə verib. Hər bir insana seçim verib. Həl ətə aləl insani hinun minəd-dəhri ləm yekun şeyən məzkura. Yəni, ayədə Allah Subhanahu taala insandan danışır və sonra ayənin davamında buyurur ki, ya insan şükr edən olur, ya da küfr edən. Yəni, seçim insanındır. İnsan ya şükr edən olur, ya da küfr edən. Həl ətə aləl insani hinun minəd-dəhri ləm yekun şeyən məzkura. İnna xalaqnal insana min nutfə. İnna hədaynahu səbilə immə şakiran və immə kafura. İnna hədaynahu səbil immə şakiran və immə kafura. Yəni, insan ya şükr edən olur, ya da küfr edən. Bu ayə dəlildir ki, Quranda olan dəlillərdən birisidir ki, Allah Subhanahu taala insana yəni ixtiyar verib. Və bu əhl-i sünnənin cəbirlərlə arasında olan fərqdir. Cəbirlər deyirlər ki, insan robotdur. Yəni, ixtiyar sahibi yoxdur. İxtiyar sahibi deyil. Heç bir ixtiyarı yoxdur. Heç bir seçim edə bilməz. Amma əksinə, Quran və sünnə deyir ki, insan əyri və düzdən, haqq və batildən birini seçir, aydındır. Və lakin o məsələlər ki var, hansı ki deyir, Allah istəsəydi, bu hamısı qeybi məsələlərdir. Allahın istəyi var bizim önümüzdə, şəri istəyi, hansı ki biz bunu bilirik, Allah bizdən nəyi istəyir və biz bunu etmirik. Yəni, qiyamət günü Allah Subhanahu və Teala əksinə sənin önünə hüccət və dəlil qoyacaq ki, mən öz kitabımda və Rasulumun dili ilə sizə çatdırmadımmı ki, mən sizin mənə tövbə edib qayıtmağınızı istəyirdim, sizin namaz qılıb oruç tutmağınızı istəyirdim, əmirləri yerinə yetirib qadağanlardan çəkinməyinizi istəyirdim, istəmək, Allahın şəri. Hansı ki bunu biz bilirik. Yəni Allah bizdən nəyi istəyir və nəyi istəmir. Niyə etmirik? Əksinə Allahın bizim üzərimizdə və önümüzdə hüccəti var. Aydındır. Həm də qeybi məsələlər, məsələn, o nəyə oxşuyur? Tam da əlaqəsi olmasa, qismən əlaqəsi var. O da elə Ömər ibn Xattabın zamanında ordu çıxır kafir üzərinə hücuma və eşidirlər ki, gedəcəkləri yerdə taun, vəba xəstəliyi var və hədisdə də gəlib ki, bir yerdə vəba xəstəliyi olsa, ora gedməyin, siz olan yerdə olsa, oradan çıxmayın. Və nəsə qərara gəlirlər ki, gedməsinlər, qayıtsınlar. Belə deyəndə
orada ordudan biri etiraz edir, qədəri dəlil gətirib. Yəni, burada mən bunu misal gətirirəm. Ona görə dedim ki, dolayısı onunla mövzuna əlaqəsi var. Yəni, qədəri bu cür dəlil gətirmək batildir. Çünki qədər qeybdir. Qeyb də sənin elmindən kənar olan şeydir. Sən sənə aid olmayan şeyi necə dəlil gətirə bilərsən? Durub qədəri dəlil gətirir. Nə deyir? Deyir ki, ordudan biri, deyir ki, siz Allahın qədərindən qaçırsınız. Yəni, niyə getməyək? Orada vəba, taun xəstəliyi var deyə. Yəni, Allahın qədərindən qaçırıq. Bax, sən bilmirsən, Allahın qədəri nədən ibarətdir? Bu qədər, bu qeybdir. Bu sənə aid deyil, bu Allaha aiddir. Sənə aid olan nədir? Sənə aid olan Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisi. Bir yerdə vəba xəstəliyi oldu, ora getməyin. Siz olan yerdə olsa oradan çıxmayın. Sənə aid olan budur. Allah qədərdə nə yazıb, bu sənlik deyil. Sən sənə aid olanı edirsən. Ona görə biri çıxıb qədərlə dəlil gətirir. Hansı ki ona aid olmayan, onun üçün qeyb olan, bilmədiyi bir şey. Deyir ki, siz Allahın qədərindən qaçırsınız. Cavab isə bundan da möhtəşəm olur. Nə olur? Deyir, bəli, biz Allahın bir qədərindən qaçıb başqa qədərinə sığınırıq. Vəssalam. Yəni, sən deyirsən ki, bizim ora getməyimiz, yəni getsək, bu qədərimizdir, getməsək bu qədərimiz deyil məkər? Hə? Aydındır? Yəni, bu mənasızdır. Çünki insan bilmədiyi və əli çatmayan, ona aid olmayan şey barəsində danışır və ona aid olan şeyləri tərk edir. Sənə aid olan şey nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem bu əmri. Vəba xəstəliyi olan yerə getmə. Sən olan yerdəsə çıxma. Sənə aid olan budur. Allahın istəyi deyirsən, hidayət baxımından, zəlalət baxımından, sənə aid olan, sənin bildiyin, Allahın istədiyi nədir? Allah istəyir ki, sən onun əmirlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinəsən. Sənə məlum olan budur. Şəri istək. Sən bunu tərk eləmirsən. Sənə aid olmayan, Allahın elminə aid olan qeybi bir məsələ hansı ki sənlik deyil, bilmirsən və bilməyəcəksən də. Şeytan insanı nələri qoyub, nələrlə məşğul edir. Bu bizim problemdir. Ona görə fikir ver. Peyğəmbər sallallahu aleyhi ve sellem bununla deyim mövzunu bitirək. Peyğəmbər sallallahu aleyhi ve sellem Dəccalın gələcəyini xəbər verəndə bir də bir şeydir burada fayda üçün, qardaşlar. Ümumiyyətlə, insanın beyninə çox suallar gələ bilər. Siz elə bilməyin ki, hər beyinə gələn sual doğru sualdır, məntiqli sualdır, əla sualdır, yaxşı sualdır. Yox, 50 dənə sual gəlirsə, onun 45-i şeytandandır. Bəzən belə olur. Bəzən belə olur. İnsanın beyninə gələn 10 sualdan 7-8-i şeytandan olur. Vəsvəsə öz xəbərində olmur. Ona görə insan, yəni o nəfsinin fısıltıları ilə məşğul olmalı deyil. Şeytanın ona məntiqli göstərdiyi şeylərlə məşğul olmalı deyil. Aydındır? İnsan, Allah və Rasulü ona nəyi əmr edir və nədən çəkindirir? O nə ilə mükəlləfdirsə, ona məşğul olmalıdır. Vəssalam. Ona görə Allah Rasulü Dəccal barəsində danışanda deyir ki, Dəccal yer üzərində neçə gün qalacaq? 40 gün. Dəccal yer üzərində 40 gün qalacaq. Və Dəccalın yer üzərində qaldığı birinci gün sizin saydığınız bir ilə bərabərdir. Dəccalın yer üzərində olduğu birinci gün bir ilə bərabər olacaq. Həqiqi mənada. İkinci gün bir aya. Üçüncü gün bir həftəyə bərabər olacaq. 3 gün. Qalan günlər isə, yəni 37 gün isə adi günlərimiz kimi olacaq. Görün, sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellemdən nəyi soruşdular? Dedilər, ey Allahın Rasulü, biz əgər o vaxta yetişsək, yəni bizim zamanımızda, biz həyatdaykən Dəccal çıxsa, biz o günləri görsək, o bir ilə bərabər bir gündə, bir aya bərabər bir gündə, bir həftəyə bərabər bir gündə
namazları necə qılacaq? Alimlər bu hədisdən bu faydanı çıxarırlar ki, deyir, biz sahabələrin yerində olsaydıq, təbii ki, yəni mümkün də deyil olardıq. Çünki necə ki, Abdullah ibn Məsud deyir ki, Allah Subhanahu wa Ta'ala baxdı qullarının qəlblərinə, o qəlblər içərisində ən layiqli, ən saf qəlbin Muhammedin sallallahu aleyhi və səlləmin qəlbi olduğunu gördü və onu bu dini insanlara çatdırması üçün Rasul seçdi. Abdullah ibn Məsud deyir. Və sonra qullarının qəlblərinə baxdı və o qəlblər içərisində öz dininə və Rasulü Muhammed sallallahu aleyhi və səlləmə ən layiqli olanları ona sahabə seçdi. Ona görə deyirəm ki, biz heç onların yerində ola bilməzdik də. Allah subhanahu sahabələri seçmişdi. Yəni, alimlər bu hədisdən o faydanı deyir, biz olsaydıq orada, yəni sahabələrin yerinə başqası və o hədisi oxuyan, həmən ağlına bu sual gələcəkdir ki, ey Allahın Rasulü, o bir ilə bərabər bir gün necə olacaq? Bir aya bərabər bir gün necə olacaq? Bir həftəyə bərabər bir gün necə olacaq? Yəni, alimlər deyirlər bu hədisdən o faydanı çıxaranda. Deyirlər, subhanallah, sahabələr bu sualı vermədi. Sahabələr demədilər, ey Allahın Rasulü, o bir ilə bərabər bir gün var ha, o necə olacaq? Necə olacaq ki, bir gündür, amma bir ilə bərabərdir. Bir gündür, bir aya bərabərdir. Niyə? Çünki bu sahabəyə maraqlı deyil. Necə niyə olacaq? Allah istəyici olacaq. Burada nə qəribə şey var ki? Yəni, çünki bunun mənası yoxdur. Yəni, Allah üçün bu sualın mənası, sualın farkı. Amma gör, sahabə nəyi soruşdu? Ona lazım olanı. Hansı ki, onu ilgiləndirir. Dedi ki, ey Allahın Rasulü, bir ilə bərabər bir gündə namazları necə qılacaq yox? Gör, sahabənin düşündüyü nədir, bizim düşündüyümüz nədir? Fərq budur. Çünki sahabənin o maraqlı deyil, o önəmli deyil, o necə olacaq? Lap bildin, yəni imanın artdı. Nə dəyişdi? Heç nə. Amma sənə düşən nədir? Sən biləsən ki, namazı necə qılacaq? Yəni, bu hədisdə bizim üçün böyük fayda var, böyük ibrət var ki, insan onu ilgiləndirən şeylərlə və özünün mükəlləf olduğu, cavabdeh olduğu şeylərlə maraqlanmalıdır. Özürsən, hədisin arxası gəlir. Bəli. Hə, hədisin davamında normal günlərdə qıldığımız kimi. Bəli. Özürsən, yəni həmin gündən 5 dənə olmaz, o bilinlik. Yox. Hədisdə gəldi axı. Normal günlərdə qıldığımız kimi.